Və dedi ki, o atamandan fəda olsun həmən şəxsə. Ət-tayyibətul fəm. Gətirim dəqiqə adətən Afrikanlıların bədənlərində nə fermentlər var, nə yağlar varsa, mümkündür bəlkə də ola bilsin, bir xoşa gəlməz qoxu gəlir. Ona görə adətən onlar bədənlərinə xüsusi bir krem çəkirlər, yağ çəkirlər. Afrikanlarla bir yerdə yaşayana görə. Mümkündür Peyğəmbər o hadisə işarə edir ki, onların bədən quruluşuna. Bu ki, ət-tayyibətul fəm, onun ağzı həmişə gözəl qoxuyar. Yəni o Afrikanlara məxsus olan ki, Sudan tərəfdəndir, anası. Onlara məxsus olan o qoxu bunda yox. Tayyibətul fəm, əl-muntəcəbətul rahim. Paç bir qadından əmələ gəlib, qarnı, bətni paçdır. Sonra bu ki, vəyləhum, vay olsun onlara. Lə'nəllahul uaybis. Zahirən uaybis Əbbas sözünün müsəğğəridir. Çünki imamlar, məsələn deyək, Əbbəkir Ömərdən danışanda, məsələn deyək, Züfər deyirdi, Hiptər deyirdi, bir cür bəzi, ya Bəni Abbasdan danışanda